Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırlı bedde eylesin. Bildiğiniz gibi bugün Cuma günüdür. İslam aleminde esasen 6 tane yani bayram var. Onlardan birincisi Fitir bayramıdır. Yani oruçluk bayramı Şevval ayının biridir. İkinci Kurban bayramıdır. O da Zilhicce ayının 10'u. Üçüncü Ali aleyhisselamın peygamberin canişinliğine tayin olunan günüdür ki, yani o da Zilhicce ayının 18'i Peygamber sallallahu aleyhi ve sellemin Kadir-i Xum'da Ali aleyhisselamı 120 bin insan içinde öz yerine halife tayin eden günüdür. Dördüncü İmam-ı Zaman ağamızın təvəllüd olduğu gündür. Yani Şaban ayının 15'i ve Peygamberimizin peygamberliğe məb'əs olduğu gün Recep ayının 27'si gündür. Belə ki, o cümlədən cümə günləri də biz müsəlmanlar üçün bayram günü sayılır. Amma bugünkü cümə gününün bayramı digər aylarda olan cümə günlərinin bayramından üstündür. Çünki bu ayın günləri digər 11 ayın günlərindən üstündür. Ona görə də belə sizi bu bayram münasibətilə təbrik edirəm. Ətirli cüməniz mübarək olsun. İlahi bütün dua və oruclarımızı, etdiyimiz ibadətlərimizi qəbul eləsin. İnşallah ilahi bizi bağışlanmamış dünyadan aparma. İlahi Ramazan ayının qalan vaxtlarının feyzindən, bərəkətlərindən bizləri binəsib eləmə. İlahi bu ayda etdiklərimiz, ibadətlərimizi qəbul elə. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. İlahi Pərverdigarə səni and verdik bu Ramazan ayının hörmətinə. Hər kəsin nə dərdi, nə İslami arzu və niyyətləri var, hacətlərimizi qəbul elə. Bütün xəstələrə şifayı acil mərhəmət ilə, ölənlərimizi qəribi rəhmət ilə, dünyadan köçən valideynlərimizə öz rəhməti şamil elə. Qalanlarımızı yerin göyün bəla və şiddətlərindən hifz elə. İlahi bizləri zalim və qəddar daş qəlbli insanlara möhtac eləmə. Şeytanın vəsvəsilərini qəlbimizdən sil. Bizi şeytana qalib elə. İlahi bizi haram yeməkdən saxla. Bizə halal bir minnət ruzi yetir. İlahi gücümüz çatmayan yükləri bizə yükləmə. İlahi Pərverdigara bizi yaradan sənsən. Bizlərə rəhm et, bizi bağışla. Bu mübarək Ramazan ayında öz rəhmətini bizə göndər. Günahlarımızı bağışla, qəlblərimizi nurlandır. İmanımızı saflaşdır. Dualarımızı qəbul elə. Bizləri o başdan vaxtının bərəkətindən və iftarın sevincindən, orucun səbrindən məhrum etmə. Ey mərhəmətlilərin ən mərhəmətlisi, nəfsimizi tərbiyə etməyi və yaxşılıqlar etməyi bizə nəsib elə. Xəstələrə şifa, darda olanlara nicat, məzlumlara ədalət ehsan et. Ya Rəbb bizi əff et. Bu mübarək ayın və Əhl-i Beytin Kərbəla şəhidlərinin hörmətinə dualarımızı qəbul elə. Amin. Ya Rəbbəl aləmin. Cavan yaşlarımda çox oxuyardım. Amma indi daha qocalmışam, səsim tamam dəyişilib. İndi bir dənə istəyirəm ibrətnamə sizə oxuyam. Yəni beynimə düşüb oxumağım gəlib. Daha doğrusu gərək üzürlü hesab eləyəsiniz ki, sizə demişdim, Yasin surəsinin fəzilətindən danışacağım. İnşallah bu söhbətdən sonra, yəni onu da eləyərəm Allahın izni ilə. Der bivəfai aləm, yəni aləmin, bu dünyanın bivəfa olmasının haqqındadır. Bir neçə dənə ibrətnamələr var.
çox dəyərli, hikmətli sözlərdir. İndi özünüz də eşitdiniz, elə özünüz deyəcəksiniz ki, arada bitsin o dəyərli, ibrətli sözlərdən oxuyun. Səsim də gəlməsə, yaxşı da olmasa gərək bağışlayasınız. Amma sözlərinə diqqət edin əsas. Yəni ibrətnamədir bu. Əfsus bu fələk ayrılır yari yaridən. Bülbül həmişə nalə edir cari caridən. Fikir eylədikcə nemətini bu zəmanədə. Bir şək təlxidir şəkəri zəhri maridən. Ver cuşi huşin, cuş qulağa deyərlərdən. Səni gör qəbrin axtarır, gör qəbrə deyərlər. Məşər günü gəlir hər kəs hər məzaridən. Kimdir cahanda olmaya ənduhi möhnəti? Hər gah şikayət eyləməyə ruzigardən. Sal yada qəbr əzabını asudə olma çox. Qəbrin dolubdur əqrəbdən, murimardən. Yəni ilan qurbağa ilə dolacaq qəbrin, o günü yaddan çıxartma. Etsən xəyalı dövr zamanın mədarini, qəlbini madəm paralanar ahuzaridən. Aldanma çox da dövlət və bu əcuzənin, əcuzə qoca qarıya deyərlər. Həddindən artıq qocalmış, beli əyilmiş. Yəni bu dünyanı ona bənzədir. Getməz səni ilə bir addım səd həzaridən. Çox etibarsızlar olub əhli etibaridən. Çox əhli etibari salıb etibaridən. Artıq dəyildir Rüstəmdən zoru qüvvətin. Kəskin deyil qılıncın inan Zülfüqaridən. Zülfüqar bilirsiniz də Əli Əleyhisselamın qılıncının adı idi. Dəhri fənanı seyr edəsən, yoxdur bir nəfər. Yek ləhzə qəlbi xali ola intizaridən. Hər kəsin ki ölüncə yoxdur möhnəti, insan degül o kim sənə üryandır ərdalidən. Həmrəylərin gedibdi o yanı, köçdü karivan. Yəni yaşıdların gedib, yəni sən də bir gün gedəcəksən. Səy eylə ta üzülməyə dəstin qətaridən. Ey naz edən cəlalına, küncü məlalinə. Asudan olma çıxacaq bu fələk gəcmədaridən. Yəni axırda bu dünya tarimar olub qutaracaq. Öz oxundan kənara çıxacaq, dağılacaq. Gər eyləyəsən əzari bir uci məşiyyətdə. Leyk əcəl səni çəkəcəkdir həsaridən. Həsarın içinə girəsən xeyri yoxdur. Axır səni ölüm çəkib aparacaq. Çox yağlı olma lali rəxi mahişələrə. Çoxlar yumubdur çəşmini, çəşmi xumaridən. Ey bu cahanda xəlqə olan şəxsi ixtiyar. Axır salır zamanı səni ixtiyaridən. Yəni vəzifə və çox da umma, arxayın olma. Bir gün səni öz taxtından salacaq yerə.
Ey mali dövleti aşık ömrün vefası yok, indiyse eyle kıyameti kebriyade nariden. Bu bir vefa ecuze vefasın gören ani, şahane geysi geyserden zenci bariden. Dur zamane bu bir beraber eder gebre ihtişam. Çokları köçübdür sen kimi bir nagahiden. Nef'i eylemez o gün sene mali ve evladın. Yani evladların var devletin sana hayri değmez. Kalbi selamettir kurtaran girdan birden. Dosta sual açmak ile 5 günden ötürü. Dosta sual açmak ile 5 günden ötürü. Ona göre değil 5 gün öter ki Nuh-i Nebiyullah'dan o anası yok idi ki. 1300 yıl en azı deyirlerdi. Hatta 3000 de deyirler, 2500 yıl de deyirler. Ama Əzrail ki geldi, Əzrail soruşdu ne kadar yaşadın? Dedi təsəvvürlə cəmisi 5, heç 5 gün də yox. Bəzi xəbərdə deyir ki, bu ağacın altından durub, o bir ağacın altına gedən qədər, yəni 1 metrə. Və yaxud bu daxmanın bu qapısından girib, o daxmasından çıxan qədər. Bir neçə xəbərlər var. Yəni bu 5 günlük dünyadan ötəri namərdlərə ağız açma. Dostaya sual açma gülən 5 gündən ötürü, istə həmişə rizqin pərverdigarı dayan yar. Məsləhət olsa Allah Teala səni görür də, ruzu verəcək. Çobalamaqla döy, söz yok, çalışma lazımdır. Ama her bir şeyin öz haddi hüdudu var. Ayne-i sıfateyni misbahi kalbine, pak eyle bu zamanda rengi gubariden. Çok kimsenin malı mülkü olup mal değil o. Hasretler öz yetimine bakıp kenariden. Çok kimsenin ayalı olup gayriye eyal. Mehrum olubdur gülü rəxi gülxun əzariden. Çoxları bu dəhrdən əli boş bir kəfən gedib. O qədər olur ki kəfən qisməti olmur. Kəfənsiz gedib. Etdi səfər tədarüki buna bekariden. Gafil olup dolaşma bu noy dami fəqanə. Çok şöhəri, yani şəxsləri salıbdır yola hər diyariden. Seyr elə hər məzari götürüb rəd ey könül. Təşxis olur mu müflis olan tacidariden. Uyma bu her zekarın sitemi peşe mekrinə. Agil olan gerektir kaça her zekariden. Sal yadı her zaman peygamber muhabbetini. Çekme elin Hazreti Züliftihariden. Habibi Nebi merici günahın devasıdır. Mehlebin iste o şahi eûzi kariden. Təsdiq eylə dildə əlinin vilayətini, sərmayədir o sərvəri gərdun mədardə. Ey dil əli və ali əlidir sirat-ı haqq. Ey dil, dil qəlbə deyərlər, ürəyə deyərlər. Yəni öz ürəyibədir, özün belə fikirləş. Memduh olubdur hakka zul iktidariden. Habibi Huda vesiyyû nebi veli imumi. Bir ter megami cümle segari kubariden. Yok bir vesile mümkün ola ciddu cehdeyle.
Üzme elini dameni hemiyeti tehariden. Asude olma azdı Muhammed itayetin. Xof et suali mekriden, qəbri tariden. İndi gələk bağışlayasınız da, əlimdən gələn budur. İndi gələn söhbətlərimdə də arada istəyirəm elə belə ibrətnamələrdən deyəm və digər mövzular edəm ki, bir mövzu ilə sizi yormaq istəmirəm. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.